Dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif Azərbaycan dil dəftərindən səhifə 3-də olan tapşırıq, 3 və 4-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və videomu bəyəndinizsə like atmağı unutmayın. Gəlin başlayaq. Bir A tapşırığında deyir ki, uyğunluğu müəyyən edin. 1. Çulunu sudan çıxartmaq. Çulunu sudan çıxartmaq, çətin vəziyyətdən çıxartmaq. Sonra göz qaş eləmək, işarə etmək, götür-qoy eləmək, çox düşünmək, özünü o yerə qoymamaq, bildiyini hiss etdirməmək. Keçək tapşırıq B-yə. Birinci addım mətninin baş qəhrəmanı Arifə aid obraz xəritəsini tamamla. Obrazın təqdimatı. Obrazın təqdimatı. Arif necə idi? Belə yazarsınız ki, şagirddir və ya məktəblidir. Vaqifin dostudur. Bu obrazın təqdimatıdır. Xarakterinə yazarsınız ki, çalışqan idi, təmkinli idi, məsuliyyətli idi. Əsaslandırmaya yazarıq ki, həmişə dərsinə hazır olurdu. Bu çalışqanlığının əsaslandırmasıdır. O Vaqifin sözlərindən xoşlanmasa da özünü o yerə qoymurdu. O təmkinli olmasını göstərirdi. Təmkinli olduğunu göstərdi. Hissləri kədər hissi keçirdi. Çünki o yol boyu götür-qoy edirdi. Yəni o niyə məndən küsdü, ondan götür-qoy edirdi. Yadda qalan sözləri və ya hərəkətləri. Yadda qalan hərəkəti odur ki, o dostunu, yazarıq ki, o dostunu tənəffüsdə dərsi başa salmaq üçün yanına çağırmışdı. Daha qalanını yaza bilmərik, deyəmərik ki, o ancaq Vaqif ona bunu demədi. Elə eləsək bu Arifə aid olmaz, sadəcə Vaqif də həmçinin burada olacaq. Obraza münasibəti, hamı öz münasibətini desin, mən özümkün deyəcəm. Yaxşıdır mənim münasibətim, çünki o əsl dost idi. Təmkinli idi, məsuliyyətli idi. Yəni əsl dost idi. Çünki o ona həmişə həm ona heç nə demirdi, həm o küsmək istəmirdi. Ancaq Vaqif elə deyildi. Keçək səhifə 4-ə. Keçdik səhifə 4-ə. İki tapşırığında deyir ki, birinci addım mətni ilə bağlı rəy yaz. Birinci burada yazırıq. Gəlin bunu artıq yazaq. Bunu yazıram. Yazaq ki, birinci addım. Birinci addım. Bunu yazdıq, silək. Mətnin adı yazdıq, rəy. Bu mətndə dostlar. Biraz bunu uzadaq. Bu mətndə dostlar. Bu mətndə dostlar arasında hər hansı bir inciklik olanda birinci addımın atılmasından danışılır. Bu mətndə dostlar arasında hər hansı bir inciklik olanda birinci addımın atılmasından danışılır. Keçək o birisinə. Obrazların hansı hərəkətləri xoşuna gəlmədi, nə üçün? Obrazların Vaqifin, yəni mən Vaqifin hərəkətlərindən xoşum gəlmədi.
Yazaq ki, Vaqifin lovğalığı və məsuliyyətsizliyi. Məsuliyyətsizliyi xoşuma gəlmədi. Səhv özündə olsa da, səhv özündə olsa da dostundan incidi. Aha, belə yazırıq. Obrazların hansı hərəkətləri xoşuna gəlmədi? Nə üçün? Cavab veririk ki, Vaqifin lovğalığı və məsuliyyətsizliyi xoşuma gəlmədi. Səhv özündə olsa da dostundan incidi. Aha, keçək digərinə. Aha, atanın bu hadisəyə münasibəti xoşuna gəldimi? Nə üçün? Mən xoşuma gəldi atanın bu hadisəyə münasibəti. Yazaq, bəli. Ata. Niyə böyük hərflə yazırıq? Çünki burada bir obraz kimi gedir. Ata. Həm də bir obraz kimi gedir. Oğluna, yəni Arifə. Oğluna gözəl məsləhətlər verdi. Aha, keçək digərinə. Hekayə qəhrəmanlarına nə tövsiyə edirdi? Yəni hamısına birlikdə. Vaqifə, Arifə və digərlərinə tövsiyə eləyərdim. Mən tövsiyə eləyərdim ki, hər zaman mehriban olmağı tövsiyə edərdim. Mən bunu tövsiyə eləyərdim. Sonra mətn qiymətləndirmək üçün ulduzları rənglə. Aha, gəlin biz də rəngləyək. Sevirsənsə söylə mənə. Aha, gəlin biz də neyniyək? Rəngləyək. Aha. Mətn mənim xoşuma gəldi. Ona görə mən 5 ulduz verəcəm. Ancaq mətnin ardı yox idi. Yəni olsaydı daha yaxşı olardı məncə. Çünki yəni mətnin ardında desəydilər ki, aha bunlar barışdımı, barışmadımı? Onları eləsəydilər daha yaxşı ola bilərdi. Amma yenə də pis deyil. Yəni o 4 ulduzluq deyil, qəşəng mətndir. Yaxşı mətndir, əla mətndir. Rəy yazanın imzası. Hamı öz imzasını yazsın. Buradan olduğu üçün biraz kompüterdən çətin ola bilər. Biraz, aha. Tarix də, indi tarix nədir? Yazırıq ki, 17.09.2025. Belə dostlar, bu gün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyinizcə oldu. Əgər bəyəndinizsə videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.